Allah Teala yere nazil olsa ensə, Bəli. o zaman belə bir sual yaranır ki, Amerikada indi gündüzdür. Burada gecədir. Düz? Əhsən. Gecədir, yəni Allah bura nazil olmadı, gecənin üçdə biri. Düz. Amerikada neçə saatdan sonra gecə olacaq. Gecə Yəni olacaq. Allah bura nazil olmadı. Yəni 24 saat gərək Allah yerə nazil ola. Aha, dayanmıyor. Dayanmıyor. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə imamil mursalin və alə alihi və ashabihi ecmaîn. Bütün müsəlmanlar inanırlar ki, uca Allaha misal çəkmək olmaz. Çünki onlar bilirlər ki, Rəbləri Qurani-Kərimdə buyurub ki, "Fələ tədribu lillahil əmsal." Heç kəsi Allaha misal çəkməyin. Bu Rafizin mollası isə uca Allahı aciz məxluqa misal çəkərək deyir ki, əgər Allah gecənin son 3/1-də nüzul edərsə, deməli 24 saat dünya səmasında qalmış olar. Bütün müsəlmanlar inanırlar ki, uca Allahın nəyi necə etdiyindən sual edilməz. Çünki onlar bilirlər ki, Rəbləri Qurani-Kərimdə buyurub ki, "Lə yus'alu amma yef'alu." Onun nəyi necə etdiyindən sual edilməz. Bu Rafizin mollası isə uca Allah necə nüzul edir, ərşi boş qalırmı deyərək Allahın necə nüzul etməsi barəsində sual edir. Bütün müsəlmanlar inanır ki, uca Allah barəsində əqil yürütmək olmaz. Çünki onlar bilirlər ki, Rəbləri Qurani-Kərimdə buyurub ki, "Leysə kəmislihi şey'un və huves-semi'ul basir." Onun misli kimisi yoxdur. Bu Rafizin mollasına görə isə uca Allahın bir misli var. Ona görə də həm kitabda, həm sünnətdə Allah barəsində varid olan şeylərin hamısını məxluqa qiyas edir. Bu Rafizin mollasının Allahın göndərdiyi elçisi Muhammed sallallahu aleyhi və səlləmin Allah barəsində verdiyi xəbərə etdiyi etirazın cavabını artıq Şeyxülislam İbn Teymiyyə rahimehullah vermişdir. Şeyxülislam İbn Teymiyyə rahimehullah təala bu şübhəyə Bəyan Təlbisil Cəhmiyyə kitabı 4-cü cild 54-cü səhifədə çox gözəl şəkildə və qənaətbəxş cavab verir. Təbii ki, bunun qənaətbəxş olması işgələ düşüb, haqqı istəyən işgəldən çıxıb haqqı tabe olmaq istəyənlərə aiddir, azğınlığa düşüb tüğyan edənlərə aid deyil. Və Allah Subhanahu wa Taala Şeyx Hüseyn ibn Teymiyyə rəhmət etsin, onun qəbrini nurla doldursun, üzünü ağ etsin və onun yolunda cihad edən mücahidlərdən qərar versin. Buyurur ki, İbn Teymiyyə rahimehullah, bu Allahın enməsi ilə bağlı olan hədis barədə irəli sürdükləri iradı izah edən ən açıq cavabdır. Bəli, həqiqətən də bu olduqca açıq cavabdır. Diqqətlə qulaq asın. Yəni İbn Teymiyyə verdiyi bu cavabı başa düşsəz, yadda saxlasaz, nüzul hədisi ilə əlaqəli sizə yönəldilən işgəlləri demək olar ki, hamısına cavab verə biləcəksiniz. Sonra rahimehullah həmin o nüzul hədisini qeyd edir ki, oxuyan insan, qulaq asan insanda təsəvvür biraz da yaxşı olsun. Buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, Rəbbiniz hər gecə gecənin son 1/3 qalanda dünya səmasına enir və belə deyir: "Dua edən varmı, duasını qəbul edim? Bir şey istəyən varmı, verim? Bağışlanma diləyən varmı, onu bağışlayım." Sonra deyir ki, Rasulullah sallallahu aleyhi və səlləmin həmin bu hədisinə etiraz edənlər, onun xəbərini qəbul etməyib, təsdiq etməyib, onun hədisinə etiraz edənlər deyirlər ki, məlumdur ki, dünyanın müxtəlif yerlərində gecə vaxtı fərqlidir. Bir yerdə gecənin əvvəli, başqa yerdə ortası, başqa yerdə isə sonudur. İnsanların anladığı nuzula əsasən, yəni misli olan nuzula əsasən, gərək Allah gecənin bütün hissələrində enmiş olsun. Çünki dünyanın hər yerində gecə fasiləsiz davam edir, yaxud da onda deməliyik ki, nuzulu əgər qəbul ediriksə, Allah nuzul edir, onu deməliyik ki, Allah enir, qalxır. Bunu demiş olsaq, onda deyir, ziddiyyətə düşmüş olarıq. İndi İbn Teymiyyə, bu insanlar, belə deyən bidət əhli, niyə bu işgələ düşüb? O işgəli sənə deyir, o işgəlin qaynağını sənə göstərir. Deyir ki, rahimehullah, onlar bu etirazı, bidət əhli bu etirazı ona görə ediblər ki, Allahın enməsini öz enmələri kimi təsəvvür edirlər, öz enmələrinə qiyas edirlər. Bu isə açıq-aşkar təşbihdir, Allahı məxluqata bənzətməkdir. Həqiqətən elədir. Onların düşdükləri problemin mənbəsi, qaynağı budur. Xaliqə aid olan şeyi məxluqata aid olan şeyə qiyas etmək. Və hər bir Allahın sifətini məcaza yozan və batil təvilə məruz qoyan insanların ilkin anı həmin o sifətləri məxluqatın sifətinə oxşatmaqdır. Onlar ən birinci oxşadırlar. Xaliqin sifətini nuzul. Nəyə görə deyir ki, Allah Subhanahu wa Taala əgər enirsə, ərş boşmu qalır? Allah Subhanahu wa Taala nuzul edirsə, onda dünya 24 saat dünya səmasında qalır. Çünki bir yerdə gündüzdür, bir yerdə gecədir. Burada gündüz olur, burada gecə başlayır. Bunların hamısı xaliqi məxluqata qiyas etməkdir və bu da açıq-aydın təşbihdir. Bu təşbihə düşürlər, bir anlıq müşəbbihə olurlar, sonra da bu sələfin uslubunu, sələfin etiqadını bilmədiklərinə görə çıxış yolu axtarmaq istəyirlər. Çıxış yolunda nə də görürlər? Həmin o sifətləri, Allah barəsində varid olan şeyləri batil təvilə və yaxud da ki, məcaza məruz qoyurlar. Ona görə İbn Teymiyyə buyurur ki, onlar bu etirazı ona görə ediblər ki, Allahın enməsini öz enmələri kimi təsəvvür edirlər. Bu isə açıq-aşkar təşbihdir, Allahı məxluqata bənzətməkdir. Sonra necə? Gör nə deyir? Sonra da, bütün bunlardan sonra
Allahı özləri kimi gücsüz bir varlıq kimi qəbul edirlər. Yəni elə bilirlər ki, bir çox işi eyni anda etmək ona mümkün deyildir. Nə deyir? Deyir, axı Allah necə nüzul edə bilər? Bir yerdə gündüzdür, bir yerdə nədir? Gecənin son üçdə biridir. Bəli, necə nüzul edə bilər? Əgər məxluqdan danışırıqsa, amma biz xaliqdən danışırıq, misli olmayandan danışırıq. Nəyi necə edəcəyinin belə misli yoxdur. Özünün misli olmadığı kimi ona aid olan şeylərin də misli yoxdur. Sonra görün İbn Teymiyyə nə buyurur. Sonra bir neçə hədislər qeyd edir İbn Teymiyyə rahimehullah və o hədislərdən bu şeytani şübhəni dəf etməkdən ötəri gözəl məntiqi dəlillər çıxardır hədislərdən. Və diqqətlə qulaq as. Bunları yadda saxlasan, əzbərləsən, özündə yerləşdirə bilsən, nuzul hədisinə qarşı yönəlmiş bu şübhələri kökündən cavab verə biləcəksən. Diqqət elə. Deyir ki, halbuki səhih hədislərdə gəlib ki, qiyamət günü, diqqətlə qulaq as. Qiyamət günü Allah bütün bəndələrini hesaba çəkəcək. Hər kəs öz Rəbbi ilə təkbətək olduğunu düşünəcək. Təkbətək olduğunu düşünəcək. Yəni hər kəs elə biləcək ki, Allahla təkbətək dayanıb hesab verir Allaha. Allah ancaq ondan hesab alır. Allah ona deyir təcəlli edəcək, onunla danışacaq. Bəndə isə elə biləcək ki, qul isə elə biləcək ki, Allah yalnız onunla məşğuldur. Ancaq ondan hesab alır. Ancaq onu hesaba çəkir. Başqa heç kimi deyil. Sonra buyurur ki, İbn Teymiyyə rahimehullah, Fatihə surəsinin fəziləti ilə əlaqəli olan hədisi qeyd edir ki, hədis qudsi hədisdir. Hədisdə keçib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ki, uca Allah belə buyurdu. Mən, yəni qudsi hədisdir. Mən həmçinin bu hədis Rafizi mənbələrində də var və bu hədis Rafizlərdə də səhih hədisdir. Allah Subhanahu va Taala deyir ki, mən Fatihə surəsini qulumla öz aramda 2 hissəyə böldüm. Sonra hədisi qeyd edir. İbn Teymiyyə deyir ki, qul həmd olsun aləmlərin Rəbbinə dedikdə Allah Subhanahu taala deyir ki, qulum mənə həmd etdi. Qul Rəhman və Rəhim Allah dedikdə Allah Subhanahu taala deyir ki, qulum məni tərif etdi. Və bu cür şəkildə Fatihənin sonuna kimi. İbn Teymiyyə deyir ki, bütün insanlar Allahla münacət edirlər. Yəni bu Fatihə surəsi Allahla dialoqa girməkdir, münacata girməkdir. Allah isə hər birinə ayrı-ayrılıqda cavab verir və onu heç bir iş başqa bir işdən yayındırmır. Sonra İbn Abbasın sözünə qeyd edirdi ki, İbn Abbasdan soruşuldu. Allah bütün məxluqları bir anda necə hesaba çəkir? İbn Abbas rahimehullah radiyallahu anh dedi ki, bir anda ani olaraq onları necə ruzulandırırsa, o cürdə hesaba çəkir. Hesab da o cürdür. Hesab Allah Subhanahu taala qulla təkbətək hesaba çəkir onu. Və qul həmin an elə bilir ki, Allah ondan başqa heç kəsi hesaba çəkmir. O isə Allah Subhanahu taala Adəmlə ta qiyamət gününün sonuna kimi olan insanların hamısından hesabı bir anda çəkir. Amma qul isə elə bilir ki, növbə onundur. Allah ondan başqa heç kimdən danışmır. Allah ondan başqa heç kimi hesaba çəkmir. Sonra deyir ki, İbn Teymiyyə rahimehullah, kim Allahın yaratdığı şeyləri, diqqət edin, kim Allahın yaratdığı şeyləri başqalarının yaratdıqları ilə müqayisə edərsə, yəni başqaları da Allah kimi yaradır deyərsə, məcusi, qədəriyyə kimi təşbihə düşmüş olar. Yaxşı, bəs necə ola bilər ki, onda biriləri də insanın Allahın feillərini öz hərəkətləri ilə onun sifətlərini insanın sifətləri ilə müqayisə etsin. Yəni bunların etdikləri açıq-aydın müqayisədir. Yəni Allah nüzul edirsə ərşi, onda elə çıxır boş qalır. Bu müqayisə etməkdir. Bu xaliqi məxluqa müqayisə etməkdir. Allah nüzul edirsə bir yerdə gündüzdür, bir yerdə gecənin son üçdə biridir, bir yerdə əvvəldir, bir yerdə axırıdır. Onda gecənin dünya səmasında qalır. Bu xaliqi məxluqata qiyas etməkdir, müqayisə etməkdir. Elə bu cür edənlər də elə eynən nədirlər? Məcusidirlər. Sonra görün nə deyir İbn Teymiyyə. Olduqca mühüm bir şeydən danışır. Diqqət elə. Deyir ki, bu adamlara demək lazımdır. Peyğəmbər sallallahu əleyhi və səlləmin bu xəbərinə qarşı o etiraz eləyənlər, deyənlər ki, necə ola bilər Allah nüzul eləsin? Axı bir yerdə gecənin son üçdə biridir, bir yerdə bilməm nədir. O adamlara demək lazımdır. Siz bilirsiniz ki, günəş bir dənədir və bir dənə cisimdir. O bir istiqamətdə, bir hərəkətlə hərəkət edir. Onun özünün müəyyən bir trayektoriyası var, cərəyanı var. Onun üzərində hərəkət edir. Amma o bu tək hərəkətlə eyni anda bir qövm üçün məğrib olur, yəni batır, başqa bir qövm üçün isə məşriq olur. Yəni bir qövm üçün çıxır, bir qövm isə batır. Bir yerdə insanlara yaxın olur, başqa bir yerdə isə uzaq olur. Eyni anda bir yerdə qışda olur, başqa bir yerdə isə payızda olur, başqa bir yerdə isə yazda olur, başqa bir yerdə isə yayda olur. Yenə eyni anda bir yerdə isti, başqa bir yerdə isə soyuq olur. Tək bir hərəkətlə dünyanın müxtəlif yerlərində eyni anda fərqli hallarda ola biləcək
qüdrəti var bu məxluqun, bu günəşin. Bütün bunlar mümkün olduğu halda, günəş üçün, məxluq üçün mümkün olduğu halda, belə qüdrəti olduğu halda, o qüdrəti ona onda verən Allah da necə olar? Hansı ki, günəşin bu əməlini belə təxəyyül edəndə insan öz idrakında zorlanır. Ona bu qüdrəti verən onda necə? İmtina buyurur ki, bütün bunlar mümkün olduğu halda, yəni günəşdə hər şeyi yaradan, qüdrəti sonsuz olan Allah üçün nə çətinlik var ki, bəndələrinin gecənin son 1/3-də onlara enib onlara xitab etsin? Allah üçün bu çətin olarmı? Bu zaman insanlara görə fərqli olsa da belə, bu zaman yəni bir yerdə 1/3-dir, bir yerdə gündüzdür. İnsanlara fərqli olsa da belə Allah üçün bir fərqi yoxdur. Niyə? Çünki onun misli yoxdur. Onun misli yoxdur. O anında eləyir hər şeyi. Misli yoxdur. Bir iş onu başqa bir işdən məşğul etməz. O bir yerə enib sonra digərinə enmək məcburiyyətində də deyildir. O gecənin son 1/3 olan hər yerdə eyni anda qullarına xitab edir. Sonra İbn Teymiyyə buyurur ki, odur ki, bütün kəmal və əzəmət sahibi olan tək Allah nə qədər ucadır, nə qədər böyükdür. Sonra bu ayələri oxuyur. Subhan rabbika rabbil izzati amma yasifun və salamun aləl mursalin velhamdülillahi rabbil alamin. Həqiqətən çox dəyərli ayələrdir. Allah Subhanahu wa taala buyurur ki, sənin pak və müqəddəs Rəbbin, qüdrət sahibi olan Rəbbin müşriklərin onu vəsf etdiyi sifətlərdən uzaqdır və böyükdür. Şeyx Hüseyn İbn Teymiyyə rahimehullahın həmin bu etiraza cavab verdiyi əsnada istifadə etdiyi dəlillər ətrafında yaxından danışaq. Birincisi, qiyamət günü Allah Subhanahu wa Taala'nın öz qulunu hesaba çəkməsi. Allah Subhanahu wa Taala öz qulunu hesaba çəkdikdə qul yalnız Allahın onunla danışdığını, onu hesaba çəkdiyini, başqa heç bir kəsi hesaba çəkmədiyini biləcək. O isə Allah Subhanahu wa Taala ta Adəm əleyhissalamdan qiyamət gününün sonuna kimi olan bütün insanlarla eyni anda sayı, hesabı bilinməyən və günahlarının və etdiyi əməllərinin hesabı bilinməyən insanların hamısı ilə eyni anda onları hesaba çəkəcək. Halbuki hər bir insan üçün bunun başqa bir zamanda ancaq onunla olduğu, Allahın onu hesaba çəkdiyini, başqasını hesaba çəkmədiyini insan hiss edəcək. Allah üçün isə bu bir anda Allah Subhanahu taala bunların hamısını edəcək. Əgər nuzul hədisinə etiraz edilə bilərsə, o zaman elə çıxır ki, bu insanların məntiqi tərəfdən yanaşsaq, onda Allah Subhanahu taala bu insanların hamısı ilə, təsəvvür edin, Adəm əleyhissalamdan qiyamət gününün sonuna qədər olan insanlar sayları bilinmir, salih əməllərinin sayı bilinmir, günahlarının sayı bilinmir. Allah Subhanahu taala bunların hamısı ilə ani şəkildə onları hesab alacaq. Qul üçün isə görülən nə olacaq? Müəyyən bir zamanda Allah ondan hesab alır. Əgər Allah Subhanahu Taala'nın gecənin son 1/3-də nüzul etməsi hədisinə, necə ki Rasulullah sallallahu əleyhi və səlləm bu haqda xəbər verir. Axı Allah Subhanahu Taala necə nüzul edir? Dünyanın bir yerində gündüz, digər bir yerində gecədir. Sualını vermək olarsa, bu cür etiraz etmək olarsa, elə isə biraz öncə də oxuduq. Sizin məntiqinizdən yanaşsaq, onda siz Fatih surəsinin fəziləti ilə əlaqəli olan hədisə də bu etiraz etməlisiniz. Hansı ki, qudüs hədisdə varid olub. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allah Subhanahu taala buyurur. Allah Subhanahu taala deyir ki, mən qulumla öz aramda Fatih surəsini 2 hissəyə böldüm. O surənin yarısı onundur, yarısı mənimdir. Qulum Elhamdülillahi Rabbil Alemin deyəndə Allah Subhanahu taala ki, qulum məni təriflədi. Qul Ər-Rahmanir-Rahim deyəndə Allah Subhanahu taala ki, qulum mənə səna etdi və sair Fatih surəsinin ta sonuna kimi. Dünyanın bir yerində bir insan gündüz vaxtı namaz qılır, digər bir yerində gecə vaxtı namaz qılır, digər bir yerində insan 1 rükət qılır, digər bir yerində insan 2 rükət qılır. Yəni bir yerdə insan Fatihəni 1 dəfə oxuyur, digər bir yerdə 4 dəfə oxuyur, digər bir yerdə 2 dəfə oxuyur, digər bir yerdə biri əvvəl oxuyur, biri axır oxuyur. Onda bu məntiqdən yanaşsaq Allah Subhanahu taala insanlarla elə ancaq münacatdadır, insanlarla ancaq dialoqdadır, başqa bir iş görmür. Allah gecənin son 1/3-də necə nüzul edə bilər? Bir yerdə gündüz, digər bir yerdə isə gecənin son 1/3-dir deyənlər, elə isə ölüm mələyi haqqında nə deyəsiniz? Ölüm mələyinin əməli haqqında nə deyəsiniz? Bütün müsəlmanlar bilir ki, ölüm mələyi bir dənədir və bir dənə mələk var ki, Allah onu mükəlləf edib ki, insanların canını alsın. Dünyada eyni anda ölümlər baş verir və müxtəlif zamanlarda baş verir. Bir yerdə bir insan yırtıcı heyvanın hücumuna məruz qalır. Digər bir yerdə insan qətl olunur. Digər bir yerdə insan yanaraq ölür. Digər bir yerdə insan bataraq ölür. Digər bir yerdə bu gündüz baş verir. Digər bir yerdə bu gecə baş verir. Digər bir yerdə biri digərindən əvvəl, biri digərindən gec baş verir. Digər bir yerdə insanlar kütləvi şəkildə sayı 10, 20, 30, 100-ə çataraq müxtəlif hadisələrdən, partlayışdan, zəlzələlərdən və ya təbii hadisələrdən birdən-birə yüzlərlə insan ölür. Bütün bunları eyni vaxtda, eyni anda baş verərsə əgər
Və necə ki baş verir də, olur da, eyni anda müxtəlif yerlərdə və müxtəlif cür və müxtəlif saylarda insanlar eyni saniyənin içərisində ölür. Bunları ölüm mələyi necə qadir olur? Necə edə bilir? Ona bu qüdrəti kim verib? Təbii ki, o buna qadirdir və ona bu qüdrəti verən də ondan da daha böyük bir qüdrətə sahibdir və istədiyini də eləyə bilir. Allah gecənin son üçdə necə nüzul edə bilər ki, digər bir yerdə gündüzdür, digər bir yerdə isə gecənin son üçdə biridir deyənlər, bu cür yanaşanlar əslində dəqiq düşünsələr görəcəklər ki, günəş barəsində düşündükləri qüdrət Allah barəsində düşündüyü qüdrətdən daha çoxdur. Günəş bir dənədir və bir cisimdir və bir trayektoriya üzrə hərəkət eləyir və hərəkəti də birdir. Amma eyni anda bir qövm üçün batır, bir qövm isə çıxır. Bir qövm üçün yay olur, bir qövm üçün qış olur. Digər qövm üçün isə bahar olur, digəri üçün isə nə olur? Payız olur. Eyni anda eyni hərəkət, bir cisim, eyni hərəkət və eyni trayektoriya, lakin eyni anda müxtəlif işlər görür. O, belə bir qüdrət sahibi olduğu halda, günəşin belə bir qüdrəti olduğu halda, onun xaliqinin, onun yaradanının daha böyük bir qüdrətə sahib olması düşünülməzmi? Allah Subhanahu və Teala demək ki, ondan da daha böyük qüdrət sahibidir. Şübhəyə cavab vermək üçün bu miqdarın kifayət edici olduğunu düşünürəm. Doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.